Hər vaxtınız xeyir. Uzun fasilədən sonra yenidən görüşürük. Xəbərlərə keçməzdən əvvəl xatırladım ki, ən son xəbərləri daha operativ mənim Telegram kanalımda oxuya və izləyə bilərsiniz. Üstəlik, Telegram kanalda tez-tez həm Azərbaycana, həm də Rusiyaya sərfəli və endirimli aviabiletlərin seçmələri də təqdim olunur. Odur ki, kanala abunə ola bilərsiniz. Qeyd edim ki, Telegram kanalım artıq yenilənmiş ad və loqo ilə fəaliyyət göstərir. zm/Novosti Azərbaycan axtarışda məhz bu adla taparaq abunə ola bilərsiniz. Kanalın linki bu videonun təsvir hissəsində və şərh bölməsində də yerləşdirilib. İndi isə xəbərlər. Xoş xəbərlə başlayaq. İsti su Moskvada da təqdim olunur. Moskvadakı ən çox ziyarət edilən aqro-ərzaq komplekslərindən birində Kəlbəcərin məşhur isti su mineral suyunun baneri yerləşdirilib. Qarabağ dağlarında yerləşən bu qədim və təbii su mənbəyi artıq Rusiya paytaxtında da təqdim olunur. Şəxsən elə mənim üçün də çox xoşdur ki, isti su artıq Rusiya bazarında da əl çatandır. Bu, sözsüz ki, vətənimizin zənginliyini və müxtəlifliyini dünyaya göstərmək istiqamətində atılan növbəti addımdır. Azərbaycan və Çin arasında vizasız gediş-gəliş razılaşması qüvvəyə minib, belə ki, Milli Məclis Azərbaycan və Çin arasında qarşılıqlı vizasız rejim barədə sazişi ratifikasiya edib. Artıq hər iki ölkənin adi pasportu ilə vətəndaşlar vizasız 30 günə qədər, ümumilikdə isə ardıcıl 180 gün ərzində 90 günə qədər qarşı tərəfin ərazisində qala biləcək və qeyd edim ki, bu sənəd yalnız qısa müddətli səfərləri əhatə edir. Dağıstan Azərbaycana birbaşa uçuşların bərpasını gözləyir. Belə ki, Dağıstan hökumətinin rəhbəri Azərbaycanla birbaşa aviareyslərin bərpası istiqamətində danışıqların aparıldığını bildirib. Eyni zamanda Gürcüstan və İranla da uçuşların təşkili müzakirə olunur. Xatırladım ki, Bakı-Qrozno reysi üzrə uçan Azal'ın Embraer 190 təyyarəsinin 2024-cü ilin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramasından sonra bu marşrut üzrə uçuşlar dayandırılmışdı. İlkin versiyaya görə qəza Rusiya hava məkanında xarici fiziki və texniki təsir nəticəsində baş verib. Çebaksardan da Bakıya reys planlaşdırılır. Belə ki, Çebaksar hava limanının rəhbəri bildirib ki, Rusiyanın İr-Aero aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirmək niyyətindədir. Azərbaycan tərəfi artıq ilkin razılıq verib, lakin yazılı icazə hələ təqdim olunmayıb. Rusiya aviasiyası isə artıq İr-Aero aviaşirkətinə uçuşlar üçün rəsmi icazə verib və yaxın günlərdə Suxoy Superjet 100 təyyarəsi ilə reyslərə start veriləcəyi gözlənilir. Rus dilindən imtahanlar tam kompüterləşdirilir və 2026-cı ildən etibarən Rusiyada əcnəbilər üçün rus dili, tarix və qanunvericilik üzrə imtahanlar yalnız kompüter və distant formada keçiriləcək. Rusiya Elm və Təhsil Nazirliyi bu barədə məlumat yayıb. Hazırda imtahanlara şifahi bölmənin əlavə olunması da müzakirə olunur. Məqsəd miqrantların praktik danışıq bacarıqlarını qiymətləndirməkdir. Rusiyada miqrant uşaqları ilə bağlı yeni qanun layihəsi də müzakirə edilir. Belə ki, Rusiya Dövlət Duması miqrant uşaqlar haqqında məlumatların Daxili İşlər Nazirliyinə ötürülməsi ilə bağlı qanun layihəsini müzakirə edir. Buraya uşağın və valideynlərin şəxsi məlumatları, test nəticələri, məktəbə qəbul və çıxarılma məlumatları daxildir. Qeyd olunur ki, illərlə bəzi uşaqlar sənəd çatışmazlığı səbəbindən məktəbə qəbul olunmayıb və bu barədə qeydiyyat aparılmayıb. Yeni qanun isə bu boşluğu aradan qaldırmağı hədəfləyir. Cəmi 17% miqrant uşağı rus dili üzrə imtahandan keçə bilib. Dövlət Dumasının məlumatına görə cəmi 498 miqrant uşağı, yəni müraciət edənlərin 17%-i rus dili üzrə qəbul imtahanını uğurla verib, yalnız 4% uşaq məktəblərə qəbul olunub. Bu vəziyyət təhsil və inteqrasiya sahəsində ciddi problemləri ortaya çıxarır və elə bu səbəbdən də məlumatların Daxili İşlər Nazirliyinə ötürülməsi təşəbbüsü dəstək qazanıb. Yeri gəlmişkən, Rusiyada əcnəblərin 30% imtahanı keçə bilmir. Rusiya üzrə statistikaya görə əcnəblərin orta hesabla 30% ilk cəhdə imtahanı verə bilmir, bəziləri isə bir neçə cəhdə də uğursuz olur. Qeyd edim ki, imtahan, patent, müvəqqəti yaşama icazəsi və daimi yaşayış icazəsi, yəni RVP və BNJ üçün tələb olunur. İmtahanlar rus dili, tarix və qanunvericiliyi əhatə edən 3 blokdan ibarətdir. Bu məsələyə isə xüsusi diqqət yetirin. Belə ki, Rusiyada 20.000 patent, yəni iş icazəsi ləğv edilib. 2025-ci ilin əvvəlindən etibarən 20.000-dən çox əcnəbi patentin ləğv edildiyini bildirib. Səbəb, işə başlama barədə məlumatların təqdim olunmamasıdır. Bu sənədin alınmasından 2 ay ərzində miqrant işlədiyi yerlə bağlı bildiriş verməlidir. Ləğv olunmuş patentlərlə bağlı şəxsləri ölkədən çıxarılma, yəni deportasiya təhlükəsi gözləyir.
Xaricdə MAI dokumenti mərkəzləri yaradıla bilər. Rusiya vətəndaşları üçün xaricdə mənim sənədlərim tipli xidmət mərkəzlərinin yaradılması planlaşdırılır. Bu mərkəzlər Rusiya bazasında təşkil oluna bilər. Pasport, arayışlar, dövlət xidmətləri və statusun təsdiqi artıq Rusiyaya gəlmədən də əldə edilə bilər. Qısa olaraq yeni reyslər barədə. İR Aero iyul ayından etibarən Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə bir dəfə sentyabrın 10-na qədər həyata keçiriləcək. Açığı isə biletlərin qiyməti hələlik kifayət qədər yüksəkdir. Bundan əlavə UTR Tümendən Bakıya uçuş sayını həftədə 2 dəfəyə çatdırıb və xatırladım ki, UTR Moskva 7 dəfə, Sankt-Peterburg 4 dəfə, Surgut 3 dəfə olmaqla bir neçə marşrut üzrə reyslər həyata keçirir. Rusiya giriş qaydaları dəyişir. 30 iyun 2025-ci ildən etibarən vizasız rejim əsasında Rusiyaya gələn ölkələrin vətəndaşları, o cümlədən Azərbaycanlılar üçün sərhədi keçməkdən ötəri əvvəlcədən elektron ərizə doldurmaq tələb olunacaq. Bu ərizə ən gecə 72 saat qalmış təqdim edilməlidir. Təcili hallar, müalicə və ya məsəl üçün dəfn səbəbi ilə bu müddət 4 saata qədər azaldıla bilər. Bu barədə daha ətraflı növbəti buraxılışda məlumat verəcəm, lakin qeyd edim ki, bu barədə artıq elə Telegram kanalında bir çox xəbər paylaşılıb və bir daha xatırladıram ki, kanalın linki bu videonun təsvir hissəsində və şərh bölməsində də qeyd olunacaqdır. Link vasitəsilə Telegram kanala keçib abunə ola bilərsiniz. Hələlik isə çatdırmaq istədiyim xəbərlər bunlar idi. Diqqətiniz üçün təşəkkür edirəm.